Alisa Mary Haveston 1883-cü ildə çəkdiyi Kənd Gözəli tablosunda ana və körpəni görürük. Övladını sinəsinə sıxaraq, əlində yol çomağı tutmuş gənc, gözəl qadın səfərə hazırlaşır. Arxasındakı boğçaya malik olduğu əşyaları toplayıb. Onu göstərib, arxasınca dedikodu edənlər var. Ona istehza ilə baxanlar var. Yəqin gənc qadın nigahdan kənar övlad doğub. Bu da kənd sakinlərinin narazılığına səbəb olub. Qadın da ona görə şəhərə yola düşür. Bu insanlar arasında bir gənc görürük. Sanki o, qadının gedişinə razı deyil və gələcək həyatı onu narahat edir. Bəlkə bu körpənin atası odur. Çox heyif ki, ana və körpəni müdafiə etməyə çalışmır, yalnız baxır. Qadının üzündə isə nifrət, qəzəb yoxdur. Qüssə, kədər var. Tablonun küncündə kiçik oğlan balaca qızdan almasını istəyir. Qızcığaz isə meyvəni vermir. Sanki fikirləşir.